Məndən salam olsun 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsində öz şirin canlarından keçəli halal qanları ilə ata vətəni, ana torpağı, ulu babalarımızın, ulu nənələrimizin yurd yuvalarını sarıb becənə şəhidlərimizə və şəhidlərimizin ailələrinə, övladlarına, analarına, atalarına, qazilərimizə, Qarabağ əllərimizə və beşanlarımıza. Məndən salam olsun Güneyli, Güzeyli 60, o tali 60 milyon çox yaşayan Azərbaycan türklərindən. Məndən salam olsun Türk dünyasına və dünya Azərbaycanlılara. Məndən salam olsun bir daha təkrar edirəm dünya Azərbaycana və dünya Azərbaycanda bugün öz azadlığı uğrunda, bütövlüyü uğrunda savaş aparan Azərbaycan türklərimə. Məndən salam olsun salamı alanlara və almayanlara. Məndən salam olsun bir ayaq uçumun qırağında, bir ayaq uçumun ortasında olan, yəni qalan və hər gəlib gedən, əl salan əzabkeş millətimə. Məndən salam olsun şapını alınmayan millətimə, xalqıma. Məndən salam olsun pensiyası, hər nəyi az olan millətimə. Əziz millətim və xalqım, özü bildiyiniz kimi mən ağır xəstəlik keçirirəm. İndi zor balayla oturmuşam burada, 3 telefonla canlı yayıma girirəm. Məcburiyyət qarşısında qalmışam. Bugün Güney Azərbaycanda, Cənubi Azərbaycanda oyanışdır. Bugündən 4 gündə Azərbaycan türkləri də qoşulub, Təbriz ayaqdadır. Ərdəbil ayaqdadır. Xoy, Mərəm, Mazandaran, Sıraz, Urmiya, Sulduz, Qaradağ, Sırab, Saray, Astara, Biləşvar, Otayın. Hamısı, yəni Mərəm, Mərəv, Həmədan və o cümlədən İran adlanan ölkənin bütün 4 tərəfində artıq bizim millət Türk milləti ilə Azərbaycan türkləri arasında, Fars rejimi arasında gərgin savaş gedir. Bu saat yaşanan bu savaşın qarşı alınmaz olacaq. Bu savaş böyükdən böyük Azərbaycanın savaşıdır. Böyük çölə gedən yolun savaşıdır. Bu savaş elə bir savaşdır ki, bu savaşı da qan da verə biləcəksən, şəhid də verə biləcəksən, qan da tökəcəksən. Yolda saxlayın ki, bir mərhəli yadında saxlayın ki, qansız, şəhidsiz azadlıq, müstəqillik, hürriyyət, istiqlal olmur. Ancaq şəhid verməklə, qan tökməklə, qurban verməklə azadlıq, hürriyyət, istiqlal, müstəqillik əldə etmək olur. Hər kim deyirsə ki, mən siyasətlə bütövləşəcəm, necə siyasətlə bütövləşmək olar? Əgər bir cəllad, kəsən, hakimiyyət, Farslar, Fars qalağı hakimiyyətdəsə və bizim bəzi başı boşlar ora qoşulursa, hakimiyyət dairəsində olanlar və bir milləti o tayda yaşayan 50 milyona yaxın olan Azərbaycan türkünü əzişdirirsə, günah olmadan həbs edib, ertidam etdirirsə, Darağazdan çəkirlərsə, hatta türmədə Babəki necə, bunu Babəkimizi necə doğrayıblar, onun ürəyinin başına necə qılın soxublar, qılıncı olan ürəyinin qarından, göbəyindən soxub, ürəyindən çıxarırlarsa, bunun harası düzlük olur? Ona görə bunların hamısı nəzərə alaraq, bütün Güney yəni Yüzey Azərbaycan bir olmalıdır, dövlət başçısı bir olmalıdır, Dövlət Təhlükəsizlik Komitəsi bir olmalıdır, Respublika Daxili İşlər Naziri bu məsələdə bir olmalıdır. Vəssalam. Şəhidlər verir o tayda, hələ bu tayda
bir səs çıxmır. Etiraz etmir. Amma bir erməniyə, bir PKK-ya, Kürdə, hansı bir millətə, xarici ölkənin hansı bir nöqtəsində birinə barmaq dəyirsə, hamısı ayağa qalxıb, hay salırlar, vay qoyma millətimiz qırda, öldürülməyib, yaralanıb. Min dənə, yüzlərlə min dənə bizim milləti öldürdülər. Amma o tayda 100 illərdir, 100 il. Artıq 2025-ci ildir. O tayın işğala altına düşməsinin 100 illiyi tamam olacaq. Tez bizə yaxınlarda. Biz o 100 illiyi olaraq qara gətirməli Pakistanın gözündən çökməli. Hansı meytərə baxan, atça baxan, atçı olan, at zil-zibilin altını təmizləyən Rıza Pəhləvi, İngiltərin əllərindən, Fransanın, Rusiyanın əli ilə, İngiltərənin, Amerikanın əli ilə Qacarlar hakimiyyəti devirdilər. Bizim öz daxilımızda olan insanlar əlinə hansı ki bir it nəslinin əmələ gələni gətirib nə elədilər? Güney Azərbaycanda şah taxtına oturdular. Şah taxtına oturdurdular və o cümlədən 1926-cı ildə Güney Azərbaycan adı dəyişilərək İran qoyuldu. Midiyanın şahzadəsi olan İran Zunluğan Zur şəklini çıxarıb İran qoydular və yalandan bir İran-Turan müharibəsi yaratdılar. Onun da günahkarı Mahmud Səncər adlı sultanımızın günahıdır ki, Firdovsiyə deyir ki, yaz, Farsın haqqında elə bir poema yazırsan ki, elə bir əsər yazırsan, xamsə yazırsan ki, Farsın adı tarixdə əbədi yaşasın. Çünki Farsın soy kökü yox idi. Bunlar Hindistandan gəlmə zalimlar idilər. Mozambikin mekanına qaçar meymundur. Yəni meymun kimi bana gələn adamlar oldular. Adam da meymun, məxluqat da meymun. Bunların adı yoxdur. Firdovsi, şair Firdovsi elə köküb bilinmir. O Farsdır, Türkdür, yoxsa Özbəkdir. Ya Türkmənlə hansı millətə? Bunu imtina edir. Mahmud Səncər soruşur ki, Səlcuqların imperatoru soruşur ki, sən Firdovsi niyə imtina edir? Deyir, bəyəm, Farsın kökü var, Farslar bura gəlməlidir. Deyir, bə, Sasani deyir, Sasani da olan dövlətidir. Türk deyib, xəyanət edib. Necə ki, 93-cü ildə Sürət Hüseynov xəyanət etdi. Etibar Nemət Pənov xəyanət etdi. İndi az olsun, ağzından gələnlə danışır. Cavab verəcəm, sabahda ona da. Və o cümlədən bu partinin deyir, dövləti yoxdur. Olmayıb. Deyir, olmayan yerdən bir dövlət yazacaqsan. Yox, necə mənim şahım, sultan, mən necə yardım baxımını? Nəzən Mahmud Səncər, Səlcuq İmparatorluğunun sultanı əsəbləşir, yəni şahı əsəbləşir, bunu türməyə salır, zindana salır. Bu biri zindanda yatır, yatanda başlayır böyük bir qəzəl yazmağa. Qəzəli yazır, poema nə isə yazır, talandan sonra bununla bilək çoban içədə qaldı. Azərbaycan türküydü, yatırdı. Yatırdı. Bu qəzəli oxuduqca, bəhdən, çoban ağlayır. Baxın ha, bu qəzəli oxuduqca çoban ağlayır. Bu qəzəl oxub talandan sonra indi 10 dəqiqəmi, 5 dəqiqəmi, 15 dəqiqəmi, 20 dəqiqəmi, 1 saatəmi böyük yazıb, oxub tarır. Talandan sonra bir dənə görəm, indi 5-6 yazıb, 4 qanından yazıb. O bir qədəmi, nə idi mənim günahım ey Mahmud? Atdın məni qaranlıq zindanlara ey Mahmud. Dedin, yaz Farsı belə məşhur cahan eylə. Axı Farsı kökü yoxdur. Necə cahan mülk eləyim? Mən Mahmud. Mahmud. Yəni, bu qəzəl yazır, başı belə yazır, oxuyur. Oxuyanda çoban ağlayır. O şey, gör qəzəl deyim, buna qədər, bu qəzəllər buna qədər, konu qəzəllər buna qədər, nə qədər təsirliyib ki, bu adam ağlayır. Qəzəlləri oxuyub tanımdan sonra, deyir, çoban qardaş, mən elə bir yanqılı qəzəl yazdım ki, mən oxuyanda səni dözmədin, ürəyin və göz yaşı axdın ağladın. Deyir, yox, xaşı,
Sən nə danışırsan? Deməniyə. Çünki Firdevsinin belli olur ki, bu təkə türkmənlərdəndir. Təkə türkmənlərdən. Təkə türkmənlər həmişə özü qırxırlar. Mən türkmənlər yaşamışı görmüşəm. Var əkə türkmənlər, təkə türkmənlər burada saqqal saxlayırlar. 4-5 dənə saqqal saxlayırlar. Bax, belə qırxırlar, 4-5 dənə. Bu aşmaqda yaşa, türkmənlər yaşana bilər. Özbəklərdə də var. Bu qəzəli oxuduqca saqqalı qabağa gedib gəlmir, uzun imiş. Deyir, burada çoğun qarışır. Ben niye ağlıyordun? Deyir, mənim türdə bir keçim vardı, məliyəndə saqqalı qabağa dala gelip gəlirdi. Dala qabağa gelip gəlir. Sən də qəzəli oxuyanda saqqalın dala qabağa gelip gəlirdi. Firdevsi kül deyir mənim başım, bu da mənim millətim. Mən bunu üstüne yatıram burada, içəridə. Bu isə mənə belə deyir. Deyir, Mahmud Səncəli deyir gələn ki, mən hazıram yazmağa. O dediği Payaman, yani Xamçə yazmağa hazıram. Gəldi, çağırdılar. Mahmud Səncər, Səlcuq İmperatoru deyir, özə gəldim belə və. Nə bə? Deyir, heç, o mənim sirimdir. Götürür Rüstəm və Zöhrəbi yazır. İran-Turan müharibəsini yazır. Kim oldu elədi bunu? Mənim öz millətim. Ona görə Firdevsin bu günlər Fars, hər kim desə Firdevsin Fars şairi yalandır. Başdan yalandır. Kim desə Səsani dövləti, imperatoru, Fatimlərdə yalan damcı. Kirşah, İranzun qardaşı olub. Qoşun sərcəkəsi, başçı olub. Müdafiə naziri. O, əmsən, xəyanət edib, devirib və anamın törmüsünə doğma əmoğludular. Əmoğlu qızıdır və o cümlə göstər tarixi yaxdız yazsınlar. Tarixi tərsinə kələmələr yazırlar. İndi yazılan media bizimdir. Sabah yazılar Manna da bizimdir, Atropatena da bizim olmuyor. Yani bugünkü tarih nizamı nedir? Abi millət vəkili oldu, yazır ki, biz Türklər buraya 350 il bundan qalaq gəlmişik, yalan deyir, gözünü siniyor. Özdə göz tanıdır. Gözləri burada müdafiə edir. Bu Xamçə yazılı tardı və iş bitdi. Ama 1925-ci ildə deyirlər ki, Məhəmməd Pəhləvan arvadı, Məhəmməd Rıza Pəhləvanın arvadı, Rıza Pəhləvanın arvadı Türk olub, Azərbaycan. Yalandı hamısı başlanır, yalandı. Bu Farsların uydurmasıdır, bu Farslar özlərindən çıxdı. Niyə görə Fars 79-cu ildə Fars inqilabı baş verəndə, Güney Azərbaycanda inqilab baş verəndə və Əyətullah Xomeyni o şəriət mədarını alladandılar ki, alladanana qədər. Niyə? Onu da deyilmir o söz, indi deyilir. Çünki Rızanın anası Türk'dür. Yəni, bizi gözə salmaqdır. Sonra Əyətullah Xomeynin də anası Azərbaycan Türk'dür. Hamısı yalandır. Mən İslam dinə qarşı deyiləm. Mən şiiyəm. Xalis şiiyəm. Mən şəhər deyəm, məni öldəcəklər. Amma Fars liqaları, cəllatları, qan içənlər şiəli və İslam adından istifadə edirlər və bir çoxlarınız bunu başa düşmüşsünüz. Və İslam'a qarşı, dinə qarşı, şiələrə qarşı şiəliləri təhqir edirsiniz. Dünya düzenində yaşayan bütün şiələri təhqir edirsiniz. Bugün Azərbaycan ayaqdadır. Onda gəlir ki, bu şiədir, bu sünnüdür, bu nədir? Dayanaq. Ona görə ki, bugün bizim birlik günümüzdür. Bugün Güney Azərbaycanda o tayda bütün İran adlanan ölkə bütün Azərbaycan torpaqlarıdır. Atam anam Təbrizdən tutmuş Ədəbilicə. Ədəbli Həmədandan ta ki Türkmən dağlarına zahatlarını isə sayılmamışsını. Əzbər biləm hamısını yazmışam baxda o gün. O gün yazmışam baxda. Lazım olsa bir də hamısını bir deyəm. Sözümü vaxt aparmaq istəmirəm. Ona görə sizdən hamınızı böyükdən böyük Azərbaycan uğrunda savaşa çağırıram. Güzeyli Azərbaycan birləşməlidir. Bir nöqtə vurmalı. Dövlət başı ilə Əliyev də öz etirazını bildirməlidir. Məsələ Daxili İşlər Naziri də, Dövlət Təhsil Komitəsi də, o cümlə Respublika Prokurorluğu da
öz ətəzini bildirmədi və orada günahsız mənim millətimi öldürən fas dıqalarına cinayət işi açılmalıdır. Çünki o torpaq əzəl mənim əzəlimdir. Torpağımdır. Çünki başımın üstündə doğmayan, doğulmayan, əvvəl sonra bilməm, əvvəldə olan Allah, əzəl olan Allah şahiddir ki, mən hər şey doğru deyirəm. Hər millət öz millət adına çağırır. Mən Türk deyəndə məni söyürlər, təhqir edirlər ki, sən nə danışırsan? Azərbaycan, hələ bu millət başa düşmür ki, Azərbaycan sözü haradan gəlib. İndi biri hoqqa çağırıb, biri çıxıb deyir ki, Azərbaycan adım 3700 il bundan qabaq var imiş. Tarixi bilməyə, elə azdan danışırlar ki, elə bizdən ki, həqiqətən bunlar həqiqi tarixçidir. Amma Azərbaycan sözünü 1908-ci ildə olub babam Məhəmməd Əmin Rəssadə gətir meydana. Araşdırın Babəkin 27 il, 27 il, 25 ildə 27 illik inqilabı dövründə ərəblərə qarşı döyüşdə Cəllad, o şey var ya, Abbasilərə qarşı döyüşəndə Azərbaycan adı nə olub deməyəcəm. Azərbaycan adı nə olub? Məsələ budur. Amma bugün Güney Azərbaycan, ona görə ki, İran adlanan yer Putoy Azərbaycandır. Mən İranın parçalanmasının tərəfdarı deyiləm. Bir başa Güney Azərbaycan, Güzey Azərbaycan birləşməli, orada hakimiyyəti ələ keçirməlidir. Bugün o tay ayaqdadır. Bugün o tay çarpışır, kan tökür. Amma biz hələ burada keçdik, söz açırıq ora. Bəzilərimiz. Niyə? Mən bugün xəstə, mən 3-4 ay canlıyamda yoxam. Xəstə, nəfəsi boğula, ürək əməliyyat, ağır cərəməliyyat keçən adam, 5 damar dəkən adam çıxıb burada sözümü deyirəmsə. Bugün niyə başa demir? Bugün Nemət Pənov kimi bir çatqın xəyanətkar millət hərəkatına soxuşdurulmuş, dövlət təşkil komitəsi agendi, Səttarxan zavodu keçmədi, şimdi Leftat Şimit adına soxuşdurulmuş bir cəssus agendi, bugün Reaksiya TV çağırıb 1988-ci ildə başladıq hərəkatın liderini Nemət Pənov kimi bir çatqın xəyanətkara təhqir etdirib və o taycatdan çağırırlar. Çağır mənim kimiləri bir sözümüz deyər, hay veri Azərbaycanım, dünya Azərbaycanı qoyub dünya Azərbaycanına qalsın. Mən buradan dünya Azərbaycanına müraciət edirəm. Qalxın ayağa mənim Azərbaycan Türklərim. Varın, vurun, partın, belin qırın, orada hakimiyyəti ələ keçirin. O hakimiyyət bizim hakimiyyətdir. O bizim oraya, bizim arazı o tay bizim torpağı. Arazı o tayı bu tayı yoxdur. Bu tay Azərbaycandır. Mənim yararı ürəyimdir. Mənim qəlbimdə çırpınan, sinəmin altına çırpınan, qəlbimdə yanıb ateşlə otlanan torpağımdır. Tehran dünən salınıb 200 il bundan qabaq. Məhəmməd Şah Qacar tərəfindən salınıb. Bugün gərə 17 milyon, 18 milyon əhalisi var, onun 14 milyon Azərbaycan türküdür. Təbriz düşən beyində vuran qoyada bildi. Bugün o tayda bütün Azərbaycan regionları, şəhərləri, kəndləri, qəsəbələri, küçələri ayaqdadır. İnşallah tez bir zamanda bir şey olsa mən bayrağı götürüb keçəcəm boyca. Ölsəm də, öldürsəm mən keçəcəm. Amma bir ki, mən deyim sözüm, xəstə olsam da gedəcəm. Hətta 44 gün müharibədə şəhət eləmək istədim, piyada gedirdim. 2-3 də məni yoldan qaytardı, xəstə idim onda. Ona görə, yəni biz bir millət olaraq, Türk milləti olaraq birləşək, bir çoxu Amerikanın quyruğuna yapışırsınız. Bir çoxu Fransanın quyruğuna yapışırsınız. Bir çoxları İngiltənin quyruğuna yapışırsınız. Bir çoxları Rusiyanın quyruğuna yapışırsınız. Ya bu süper dövlət, nə süper dövlət hə? Süper dövlət hansı ölkənin prezidenti olur ya? Daha çox diktatörü. Süper dövlət hansı ölkənin prezidenti olur apara və yaxud da arvadın gözün altın qaraldı ha? Bu olmaz. Bugün Amerika dünyada neft müharibəsi aparır. Bugün dünya Amerika Ukrayna məğlubiyyət olmasını, məğlubiyyətə uğramasına çalışır. Çabuk sözlərin qulaqsın da. İngiltərədir, Fransadır, bunlar, nə bilim Rusiyadır, dünya miqyasında neft uğrunda savaş aparırlar. Benim yani
neftin ələ keçirtdilər artıq. Zəngəzur bir bəla olacaq bizə. Mən açıq deyəm, heç minə çəkinmirəm. Əgər orada Amerika yerləşirsə, Türkiyə yoxsa, Türk ordusu yoxsa, o nəzarəti Amerika gəlsə bizim bəlamız olacaq. Amerika heç vaxt istəməz ki, Azərbaycan pütörü, böyükdən böyük Azərbaycan pütörləsin. Rusiya istəməz bunu. Fransa, İngiltərə istəməz. Niyə görə istəməz? Çünki Azərbaycan pütörləsə də dünya Azərbaycanı pütörləsə bir yerdə olacaq. Dünya Azərbaycanı sahib dünyada 269 milyondan çoxdur. Əgər səhər geçsə. 40 il, 50 il geçəcəm ki, deyirlər dünyada 250 milyon Türk yaşayır. Ay, artmadı bu. Ay, artmadı 40-50 ildə. Hay, ne kadar insanlar yalan danışar, ne kadar böhtanla danışar. 1988 yılında eşidirəm ki, dünyada 250 milyon Türk yaşayır. Bu artmadı incəzə. Ha, bak sual burada doğru. Çünkü biz yalanlar içinde boğulur. Bizi aldadılar. Ya ki dünyada bu kadar Türk yaşayır. Hele tek başına 269 milyon dünyada Azərbaycan Türk yaşayır. Tez sayak. Türkiye'den tutmuş, İran'dan tutmuş Amerika'dan. Fransa, bütün dünya her bir noktasında Azerbaycan Türkler yaşıyor. Hele son bin ilde Güney Azerbaycan'da son 500 ilde, son 1000 ilde, 800 ilde Güney Azerbaycan dünyanın her tarafına 40 milyona yukarı Azerbaycan Türkler yayılıb. Bu sayılmır. Güney Azərbaycan, şərqi, şimalı, qərbi hamısı Azərbaycan Türkləridir. İndi oturmuşu, hələ bir söz danışır, Amerika belə bombardı, İsrail qələt edəcək Amerika qələt edəcək bombardı edəcək, o da mənim millətim. Bir millət, bir xalq özü öz talihini həll eləməlidir. Amerika, İsrail, Fransa, nə bilim, zir-zibir, Rusiya, zibirlər, donuzları, yiyən donuzları heç vaxt istəməsi Azərbaycan bütünləşir. Çünki onlar bilirlər. Əgər Azərbaycan bütünləşir, böyük bir super dövlət, 20 milyondan çox qoşunu, ordusu və Turan'a gedən yol olacaq. Çünki heç biri istəməz ki, Turan qurulsun. Amma biz ona buna söz atmaqla məşğuluq. Onun buna millətini lağ eləməyə məşğuluq. Niyə? Nə səbəb görə bugün biz birləşə bilmirik? Ay, sinəsə deyən bu güzel Azərbaycanda, sinəsə deyir, ayağı o tayların qapasa, səyratdan söküb kəsəcək. Hanısı, niyə sökmüyorsunuz? Ağza gələni burada danışıyorsunuz. Biri deyir, o öz işlərini, biz oraya qatma, işimizi xarab eləmə, nə gündür belə. Gör, nə qədər tupoy, nensiz, ağılsız, məntiqsiz sözlər danışırlar bunlar. Hələ anlamırlar ki, Güney Azərbaycan, bütövdə Azərbaycan torpağıdır. İran adlı dövlət yoxdur dünyada. 1926-cı ildə İran dövləti gəldi. İran sözünü, media hökmləri İran sözündən, şahını, Rusiya İran qoyublar. Nə bir İran Turan müharibəsi, Derin Firdevsi nəsə yazıb, Şahid Firdevsi. Qondarma adamsı. İndi Amerikada, görün, Amerika hiləcəyinə bax. Amerika öz mənəfiyinə görə, neftə görə müharibə aparır. Bir neçə qaz müharibəsi edəcək dünyada. Neft müharibəsi aparır, Amerika dünyaya qaz müharibəsi aparacaq. Sonra su müharibəsi aparacaq, dəniz müharibəsi aparacaq. Hələ bunu, hələ fikirləşmək lazım. Çünki hər şey qabağı görürük, fikirləşirik. Amerikaya gör nə hiləgə istəyir. Əbəm razılaşır Rıza Pəhləvinin nəvəsi Rıza Pəhləvi ilə. Ki, orada inqilab olsa səni apar şah qoyacaq. Bu da çıxır meydan oxuyur. İndi hiləgəriyə bax. Gördük, yetər böyük narazı, böyük gün Azərbaycanda. Çəkib dala, deyir ki, mən oran bombardıman edəcəm. Pox yəsə, qələt etsə, sən oran bombardıman. Sən orada mənim millətim yaşıyor. Üzürsən bu fərləməcə, məzun deməyə. Sən kimsən girirsən ora? Sən nə poxtu girir, üzürsən ifadəmə, bax ki, mən nə poxtu girir ora. Sənə silah verim ki, pul verim ki, sağmışsan İsraildən də. Sən mənə pulsuz silah verir. Məsələ onda deyil. Bugün Amerika'da istəmir ki, Azərbaycan bütövləşsin, Fransa'da, Rusiya'da, İngiltərədə, İsrail'də. Əgər İsrail Kesin Müdafiə Naziri və
Bugünkü demirəm adım. Məlğun şeytan. Nəhayət adı nədir? Zirzibi, Bünyamin. Bugün deyirsə ki, onun oğlu deyirsə, Qafqazlarda Türkiyəli bizim torpaqlarımız var. Biz torpağı gedəcəyik. Bu nə deməkdir? Amerika sualtı saman yeridir. Əldə dəqiq məlumatdır. Sualtı saman yeridir və Güney Azərbaycanda Qızıl Laçın xalq, demokratik xalq cümlətin qurmaq istəyirlər. Yine bizim gücümüze geçen de kalktı ayağa, orada Təbriz, Urmi hamısı Ərdəbi Kürtlere, PKK'çılara. Kürtlerin içinde Azərbaycan Türkleri da var, Türkiye'de var, vətən uğrunda şəhid olurlar. Qonaq gəlmişik, özü qonaq kimi aparır. Əllərində dəyənə susturdu onları. Bu gün Amerika, İran niyə istəmir? İran rejimi dəyişmək istəyir, parçalaması istəmir. Parçalamaq da mən də razıyım, Türkiye'de İran bizimdir. İran adlanan yer bizimdir. Bizim torpaqlardır. Öncə də 7 milyard dollar ödüb ünki rejimə. O rejimin qarşısında gözü kölgəlidir. Kürdistan dövləti qurulsun. Urmiya gölü niyə qurutdular ki? Orada Təbriz, Surdu, Urmiya ahalisi, Qaradağ, Təbriz, o ki, əhatən yaxınlar, hamısı oradan qaçsın. Toplum yaşayan yer qalsın, orada boşlar Kürtlər oraya yerlənsinlər. Bax, görün necə sirkin siyasi oyunlar gedir. Bugün. Eğer sen bugün özün müqaratını özü həll edəmirsən sən. Sen Amerika'ya, arxanasa, Fransa'ya, ne bileyim 4-5 sıfır dövlət deyirlər. Mən ona sıfır dövlət adlandıran sıfır dövlət Türk dövlətidir. Əssalam. Arxana seçsənsə, mənə güneydə Azərbaycanda azadlıq tövri verəcək. Boş şeydir. Verər. Sabah başı əzər. Səni diri-diri yerə bastırar. Tutmuşu Amerikanın, İsrailin, Fransa'nın, ne bileyim, İngiltere'nin, Rusya'nın quyruğuna bırakmaq istəmiş. Niyə? Niyə? 90-cı ilin Yamanətin yazıdan çıxdı. Bəli, mən otelin muhtariyyət olmasına razı deyiləm. Niyə? Sual onunla bilər. Birbaşa bir çalışma lazımdır. Güney Azərbaycan bir günə Güney Azərbaycan baş verir, hadisələr gör. Güney Azərbaycan sərhətə söhbət keçməlidir ortaya. İnşallah bu olacaq. Bir millət toyda savaş aparmalıdır. Bazı aparmalı, bax belə. Niyə görə mən otelin muhtariyyət olmağına razı deyim? Yaxud da otelin milli hökuməti qurması bir sual milli hökumət deyir. Nə danışırsan? 1920-ci ildə Məhəmməd Şeyx Xiyabanının Azəristan qurduğu dövlət nə oldu? Bugün də Xiyabanın qəbul tapılmır. 1948-ci ildə Güney Azərbaycan qurulan milli hökumətin başına oyun gətirdilər. Prokuror Fırtın bəy necə dara çəkdən 100 minlərə millətimizi şəhid edərək ayaqlarının altına bıx vurub gəzdirdilər. Rıza Pəhləvi Allah lənət eləmiş Ərdəbilə gəlində Ərdəbildə onu ayaqlar mənim millətimi qurban kəslər başı. Siz nə danışırsınız? Qılıncı ürək təmindən ürəyindən çıxardırdılar. Tonqallara diri-diri başlarını diri kəsir körpə şalar yandırırdılar. Başlara mıx vururlar. Siz nədən danışırsınız? Bu niyə Amerika'ydı da? İngiltere, Fransa, Rusya'ydı da. Onda səsinin dinqini çıxarıydı da. Və o bəla idi. 1948-ci ildə bizim millətə. Və 1979-cu il başlayan inqilabda. Kimlər qabada? Türklər, Azərbaycan Türkləri. Əli Şəriət Mədari Əli Xomeyni ilə Ərtuğrul Xomeyni ilə danışıq apardı. İnqilabı başlayıb ancaq mənim orada yaşayan millətimə Tehran deyir bizimdir. Neyə istəmirik? Kənkər köbəzi bizim olacaq. Mənim o tayda yaşayan Azərbaycan Türk millətimə muhtariyyət verilirsə. Allah'ta dedi. Amma vermədi. Gəldi hakimiyyətə. Əli Şəriət Mədarı görüşdü. Dedi, yazaq belə-belə. Nə dedi? Dedi, yadındadır o ayaqda odalı sən dedin söz. Dedi, nə söz? Vəzaf bu idi.
Demek bütün dünya jurnalistler çökülür. Orada sual verirler ki şehit olan, ömrünün sonunda tutsak olan Ali Şəriət mədarına, Ayətullah Ali Şəriət mədarına deyirlər ki, Şəriət mədarına deyirlər ki, Xomeyni deyir ki, bu inqilabın başında mən durmuşam. O da Xomeyni oturmuş Rusiyada. Və Ali Şəriət mədarı boş şeydir. Mən deyirəm. Demiş ki, gez ona sual verin ki, o dolabının A8'sində kimdir? Və Ayətullah Xomeyni o qısa saldı. Ali Şəriət mədarını öv həbs elədi. Və Allah'tır. Ona göre bu üçüncü bizim allanmağımızdır. Dördü dəfə bizə allanmaq olmaz. Allansa daha mağlubiyyətli olacaq. Daha da Dünya Azərbaycan bəlkə bundan sonra 1000 il həsarət altında qala bilər. Ona göre ki, nə Amerika güvənmək lazımdır, nə Fransa, nə Amerikaya, nə Rusya. Amerika sualtı saman yerdi. 7 milyar Türk devletinin kurulması pul ediyor İran'a. Bu açıqdır. Ona göre mənim əziz millətim, mənim qardaşlarım, bacılarım, sirdaşlarım, ürəyimin parası. Biz bir olmalıyıq. Güney Azərbaycanı xilas etməliyik. Böyükdən böyük Azərbaycanı qurmalıyıq. Dədə Elçibəyin milli ideologiyası həyata keçirilməlidir. Dədə Elçibəy ömrünün sonraki böyükdən böyük bütün Azərbaycan onunla savaş apardı. Bütün Azərbaycan birliğini qurdu. Ondan sonra bütün Azərbaycan birliği dağıldı. Bu günləri hamısı o bütün Azərbaycan birliğini mənimsəyib axtarırsan, nizamnaməsini tapa bilmirsən. İndi o bizə lazımdır. İndi o bütün Azərbaycan birliği bərpa olunmalıdır və var gücümüzlə Güney Azərbaycan onunla savaş aparmalıyıq. Şimdi dılığır faşist rejimi dük çöktürməliyik. Molla adından istifadə edirlər, İslam adından istifadə edirlər, Şəhli adından istifadə edirlər, hər şeydən istifadə edirlər. Öz hakimiyyətini qoruyub saxlamaqdan üçün. Bax dedim ki, Amerikadır, Rusiyadır, Fransadır, İngiltərədir. Onlar 7 baş oyun oynayırlar. Onlar Güney Azərbaycanda nə yazmaq istəyirlər? Qızıl Laçın Demokratı Xalq Cümhuriyyətini yazmaq istəyirlər. Diyarbəkirdən ta ki Təbristana da uğramayacaq. Xəritəsi var 2001-ci ildə onlar burada PKK bizim məhkəmə bir gedib. 2 ay, 3 ay. Başına Həsən şey durdu. Kamil Həsənov, Kamil Əsgərov. Kimindir? Sonra o diplomat arasını başlayacaq. Tahir Şeymanov şərəfsiz. Qaçdı mənim əlimdən. Amma Kamil Həsənov vurdum mən orada məkanın qabağında. Yuxarıdan Prezident Partisindən xəbər gəlib barışın. Mən biləm. Bəylər Eyübov siyasi özü xəbər göndərmişdi ki, barışın. Barışmadı. Yaxşı, Abdülcanı hardan gəldi getdi Gəncəyə? Görüş restoranı var. Bəylər Bəylər evindən getdi. Gəncədən qaçırdı, Kenya'da həbs olundu. Görə bunu Rusya, İsrail şeylə nəminləyinsə, yalandır. Türkiyənin dərin dövləti o Abdülcanın həbs olundu. Belə Recavicin əmriyle. Və məsələ budur. Gəl, biz hər şey qoyuruq, gedib başqasının quyruğuna yapışır. Daçırıq. Düzə deyir, gəl yapış mənə. Qoyuq quyruğuna yenə sürünürük. Necə axıdın, daxilində hakimiyyət dövründə Dədəm Elçibəy ətəyindən tutub yerə sürülənlər bu günləri indiki iqtidarın ətəyindən tutub yerə sürünürlər. Dizin sürünürlər. Burada Həsən Quliyev deyir, bu millətə Heydər Əliyev lazım. Həmişə deyib bunu. Qeyrisi. Çoxları. Çavuş nə olacaq deyir, millətə Heydər lazım. Əqidədir. Hörmət eləmək lazım. Nə olsa mənə cəfət. Amma Elçibəyə yaltaqlanıb, Dədəm Elçibəyə yaltaqlanıb, onun əlindən öpənlər bu günləri saçılıblar. Bax, bəla budur. Azərbaycan xalq parçalanıb. Əgər Azərbaycan xalq parçalaması bir gündə Güney Azərbaycan məsələsi, mən görə ayağa qalxardıq.
Bunun da parçalanması en büyük günahkarı çatkın, xəyanətkar, iblis, şeytan, Yezid Bümbələk bu günler Dövlət Təhlükəsizlik Komitəsinin sentral altında yatan 2 ay 15 günlük ona sentral başa çatınca iş kəsilən, həbs kəsilən Əli Kərimovdur. Əli Kərimov var ki bu millətdən deyil, sağda düşüblər, yazırsan bir şey, düşürlər o kırılmış, hele bir o bitbalalar var, küçə adamları, dərəsindən bir xəbər olan bitbalalar düşürlər, ağzına gələn yazırlar. Takır yazmışsa ki, mən deyirəm, bu çatıq, bu da xəyanətdir, iblis şeytandır. İblis şeytanı deyirlər, hər şey deyirlər. Bunlar bütün Azərbaycanlı savaş falanmırlar. Ramiz Kemal var, onun kastırı. Əli Kərimovdur. Dururdu, dərəm elçilərini durub, o köyünə telefon xarab oldu, orada səs göndərmişlər. Orada dərəm elçilərini doğuna söyledi. Bu şərəfsiz, bu beynamız, bu qeyrət. Onu 2 ay tuttum və döyməzdim, qaçdı. Elmaq Ələm metrosunun qabağında qaçdı. Tutsam ağzını cıracaqdım. And olsun Allah'ın birinə. Demək ki, inşallah uğrunda fond var idi. Onun 2 milyard, yarım 800 milyon doları Əli Kərimov mən istədi. Bu dəfələn demişə yazmışam da. Ona görə qoyamsa Əli Bəyli ilə, Asım Molazadə ilə, ondan sonra Əli Mənsimli aralar dəydilər. Başa düşdü, o pulu bölə bilmədə Əli hamısı mənimsədi. Ona görə bu günə daxilimizdə olan o insanlar, bu gün Azərbaycanın xəyanət etmiş adamları var, bu gün Azərbaycan xalq cəmiyyətini parçalayan, xalq partiyanlar Azərbaycan dövlətçiliyinə, Azərbaycan bütövlüyünə xəyanət etmiş adamları. Əgər bu gün Azərbaycan xalq cəmiyyəti bab sıradan çıxıb bütöv qalsaydı və onun başında Dədəm Elçibəyin tələbəsi olan, Dədəm Elçibəyin milli coğrafya daşçısı olan Mirmamud ağam, Mirfat Dayev, Axezin başkanı olsaydı, sədri olsaydı, bugün bəlkə tez bir zamanda Azərbaycan bütövləşərdi. Azərbaycan xalq cəbhəsinin içindən nə qədər insanlar qopartdı, apardı, bax, pulla qopartdılar, apardılar. Adlarını deyərəm hamısını. Ona görə bugün bütün umur kürsüyü yerə qoymaq, birləşmək, böyükdən böyük Azərbaycan uğrunda savaş yaparmalıyıq. Güney Azərbaycan uğrunda, hamısı Güney Azərbaycan uğrunda savaş açır. Mən canımda Bayoğlu dönəmi çıxam, ay yanından qışqıram, nə bir belə eləyəm, sabah orada hadisa baş verir, bir şey olsa qaçıb gizlənəcək. Necə? 88-ci meydan dağlarında, sonra 93-cü ildə hadisa baş verəndə qaçlar bila gizləndilər. Və indi hamısının Rusiyada böyük ikinci şirkətləri var. Ona görə bunlar Rusiyadan asılıdır. Əlbəttə deyəcəklər ki, Rusiya bizim şeydir. Baxmayın, bunlar deyir, ay Rusiya bizim düşmənimiz əl altı, Ruslar işləyir. Danışıq gedir, mən sizə pis dedim, mənə qarşı bir şey olsun və məsələ bitsin. Yəni məsələ, yəni hamısı. Bu günləri mən buradan açıq deyirəm, ictimai təşkilatları, bəyaz hərəkatını başda qalsı xalcəbəsi olmalı. Bu mənim partiyamdır. Canım ona qurban. Pədadır o partiya mənim canım. Qazi Xalq Cəbhəsinin başkanı, sədri, bu günlər Mirmamud ağam yaş içindədir, mərasimdədir. Burada Mirmamud ağama, yadından çıxdım, Mirmamud ağama baş sağlıq verirəm. Nəvəsi, 18 yaşında nəvəsi Mirmüşün qəflərdən ürək tutmasından rəhməti getməsi mənə də bir ağır dərd olub o. Və hələ mən özümə gələ bilmirəm. Və mən bu haqda solan qızıl güllərim və Nərci gülüm, o ki, romantik yazı yazıram, o vaxtda yazmışdı, para qalmışdı, yazıram. Bir kompüterim yoxdur, telefonlarla yazıram. Mənim barmağını götürürsəm, atəm bir ay geçər ki, bir ay əski edir, nə bilim, nə zibil olur. O şeydə, kompüterin özündə, telefonun özündə və o biraz mənə çətinlik verir. İndi Allah qoysa, bugün onu yazacağım, bu canlı yama gelip, sabah Allah qoysa onun girişin yazısını, onun davamı sabah yazacağım. Ağama baş sağlıq verirəm və Allah ağamın bağlarını və bir nəvəsini Müşfiqi rəhmət eləsin. Ağır dərddir, 18 yaşında. Ağam, Mirmamud ağam, atamda birləşmək lazımdır bu məsələdə. Yenə bizim partiyamıza, nizamnaməsindən yazılıb ki, bu partiya bütöv Azərbaycan uğrunda, güzeli, güneyli Azərbaycan, bütün olanda savaş yapar. Heç bir partiya bu yoxdur. Bu nizamnaməsində yoxdur. Və bunu
Ədliyyə Naziri qeyd atamı, Ədliyyə Nazirində aksiya keçirmişik, güc bələm aldırmışıq qeyd atam. Budur məsələ. Və ona görə sizlərin hamısını bir doğmam kimi, bir ağsaqqalım kimi, bir balalarım kimi, bir övladlarım kimi, bir övladlarınız kimi sizi böyükdən böyük Azərbaycan uğrunda, Güney Azərbaycan savaşa çağırıram. Gəlin birləşəyin bir bayraq altında. Bax, başımızda bayraq var, görürsən, görürsünüz, bayraq. O bayrağın altında birləşəyin. Bax, görürsünüz, bayraq. Görürsünüz, bayraq. O bayrağın altında birləşəyin. Düşmənə qarşı birlikdə döyüşən, düşmənin başını əzəyin. Əzəyin düşmənin başını. Bax, başın üstündə kişi var, görürsünüz, Dədə Mehdi bəydir. Onun milli ideologiyasıdır bu. Bütövlük. Və bir çox qohumlarına var, az hissəsi buna narazıdır. Və onlar da başa sala bilmir. Başa salıb salır, sala bilmir, sala bilmir. Ona görə Amerikaya, Fransaya, İngiltərə, Rusiya inanmaq lazımdır. Biz bir millət olaraq öz millətimiz, talihimizi, bütövlüyümüzü, böyükdə böyük Azərbaycan talihini özümüz həll etməliyik. Biz öz Türklərimiz həll etməliyik. Çünki bu bizim borcumuz, bu bizim vətən borcumuzdur. Vətən aşıqlarının borcudur. İndi Nemət Pənahov istəyir ki, çıxır, Müsavat TV'də ağlayır, yağından göz aç tökür. Timsah da yağın göz aç tökür, güvası bu Güney Azərbaycan yanır. Güvası bu lideri. Milli Azər Hərəkatın bir lideri vardı, orada Dədə Mehdi idi. Öyle yazılan Milli Azər Hərəkatın liderlerinden biri. Önce, harada Nemət necə lider olur? Nemət haqqında daha çıxış eləmişəm. Nemət 23 1988-ci ildə Türkmeniyə gəlib, ona da mitinglər, Kürtə çıxış edib, miting dağıtması gecə burada qalmaq olmaz. Addan gəlib yığıncağın birində, çıxışların birində deyəcəm. Nemətə yaxşı cavab hazırlayıram və o cümlədən Qarabağın Fəthullah Hüseynovun Dövlət Təhlükəsizlik Komissiyasına necə təsis olub? Vəli Məmmədov rəhmətli, Mais Babayev vardı, Nöfər Babayev vardı, Sabahın Daxili İşlər Naziri, Vəli Məmmədov Bakı İcra Hakimi, Sabah İcra Hakimi, birinci katibi. Bunların biz bilir nələr var. Nemət çıxıb, Səqənbər satqını yekərsən, Səqənbər heç vaxt satqın ola bilməz. Çünki Səqənbərlə danışmasa, mən onu müdafiə eləmə haqqım var. Mənim gözüm qabağında olub. Və bir daha sizi bu yolda döyüşə çağırıram. Ola bilər, əşəblə həyəcanlı danışıb bağışlaya bilərsiniz. Və hər gün yenə birazdan canlı yayımda olacam. Mən hər gün bu canlı yayımda olacam. Hamısı çağıracam. Çünki mən gözləyirdim, Rəx TV çağıracaq. Rəxsət TV çağıracaq, Rəxsət TV deyil. Ondan sonra falan şey çağıracaq. Mən Xəbər TV-yə öz təşəkkürlərimi bildirirəm ki, bu məsələdə Edəbə Qaradağlı'nı çağırıb, İnşallah Mirmamı da yas masum çıxandan sonra Xəbər TV onu da çağıracaq. Xəbər TV-də mənim çıxışlarım olub 2-3 dəfə. Yenə olacaq bu Güney Azərbaycan məsələsində. Keçən axşam Edəbə Qaradağlı Şəkili çox gözəl güclü. Xaqani bəy bu haqda çıxışları olub. Xaqani bəy bu Güney məsələsində aktivdir və siyasi arendada məşğul adam, yaxşı gözüm, paleontologdur, bu haqda çox yazılar yazır. Ona görə sizlər hamısı, Böyükdən Böyük Azərbaycan uğrunda savaşa çağıran, bağışçı səsim tutuldu. Mənim səsim tutuldu, artıq ürəkdəndir, əməliyyatda çoxaldı, şaxtamanın dəkilməsi. Artıq çəkir mən özünə bunun şifası, artıq yavaş-yavaş hali məsələsi dəyişir. Ona görə sizlər hamısını Böyükdən Böyük Azərbaycan uğrunda Dədə Mehdi bəy milli dövlət həyata keçirmək uğrunda savaşa çağıram. Təbriz, Bakı, Ankara bir olsun, fastıqaları rədd olsun. Qafqazı hökmranı Azərbaycan Türkləri eləyəcək, bütün Azərbaycan.
Nəsə, baxışı biraz halım pisləşdi. Xəsə alım, mən çıxıram, sağlaşam sizdən hamınıza. Birinci Allahın salamı, ikinci Bozqur salamı göndərirəm. Nəsə, və bir daha sizə hamınızı böyükdən bir Azərbaycan savaşa çağırıram. Çünki mən 3 ayda girmirdim, 4 ay girmirdim bu məsələyə görə. Ona görə mən kompüterim yoxdur. Və kompüter mənə 2011-ci il, 2010-cu ildə mənə kompüter bağışlanacaqdı. Yeni müsavatı başlayacaqdır. Rafar oğlumla maalesef törətdi. Mənə həmin şey bağışlanmadı. Çünki o vaxt mən Əli Kərimizi böyük tənqid eləmişdim. Şairimiz Şakir Mirzə Sakit'in qızı məndən saymamışdı. Və o gündən yeni müsahiqəzi mənə ömrü qoyub mənə müsahiqə. Niyə görə Əli Kərimovu mən tənqid eləmişəm. Amma bu gün Rafar oğlu hardadır? Deyir, mən həmişə demişim ki, Əli Kərimovu əgər prezident olsa mən qəm edəcəm. İndi bu deyil mənim sözüm təkərdir. Mən yəni ki, mən açıq danışıram. Onun nə çərçivəsində gözüm var, nə obisində. Hansı ki, bu evə gəlib gedən Zahir Qəriboğlu, Riyasət TV'nin rəhbəri məni dəvət eləmək. Yoxsa ayrı bir günü məsələsi dəvət edəsidir. Bəli, aparıb pul verməlisən, səhv eləməlisən. Mən bir aya deyəsən 1000 manat verməlisən, bir ayda səni çağırmalıdır. 2-3 dəfə. Çağırmalı, səndən almalı. Məndə o pul yoxdur. Zahir Qəriboğlu bunu fikirləşməlidir. Mən Zahir Qəriboğlunun mən verişində Zandar Bayoğlu'nu mən tənqid eləndə Zandar Bayoğlu'ya sual verirken Elman Türkan deyir, tanıma, o da cavab verirdi. Sən ki, bu evdə olmuşdun. Zahir Qəriboğlu. Yazında müsavat apardım, anlayan sənin bir-birlikdə. Anım mənim bacım olsun. Atın anım Millət Hərəkatında şəkil etmiş böyük şəxsiyyətlərdəndir. Amma sən bugün düz yolda deyilsən. Mən dəfələr sən üzrə dedim ki, qardaş, çağır məni də. Sən məni pula satdın. Yəni ki, gəl mən də sənə 250 manat, 500 manat pul verəm, həftəlik məni oraya çağırırsan. O pul məndə yoxdur. Sənə xəbər verdim ki, qardaş, mənə öp vermədi, gəlmədi. Telefonlarıma cavab vermədi. Bax, sən həmin cavab qalib olsa. Yanda bir günlə mənim evimə gəlmişsən. Fikirləş nə vaxt? Amma sən bugün otoyda qarğın gedir. Sən bilirsən, bütün Azərbaycan onda canından keçən can verən mənəm. Sən özün bilirsən, Tehran səfirin sən gelib Tehran səfirin mələdən götürən mənəm. Sən isə bu günləri haradakı içib batmış adam var, dədəm etməyə xəyanət edənlər var. Çağırırsan orada bir abir etdirsən, özü də onu da. Bəsdir bu işdən, bəsdir ha. Zahir Qəriboğlu. Bəsdir bu. İçib batmışlar çağırsan orada. Çağırsan dədəm etməyə bətlam elətdirirsən. Dədəm etməyə oğru çatdırırsan onlara. O pul haqda mən deyəcəm canlı yayımda. Sabah deyəcəm. Sabah bazar günü, sabah deyəcəm. Orada 40 milyon dördür. 88-ci ildə, 90-cı ildə yığıram 193 milyon pulu kim apardı? Deyim, Nemət, Rasul, Fəxrəddin və Dövlət Təhsil Komitəsinin kapitanı olan Sadıq Əliyev. Bugün Fəxrəddin Sadıq Əliyev həyatda yoxdur. Öldürüldü. İzi batırdılar. Başını da deyəm. Zahir Qəriboğlu. Bəsdir çağırdı. Riyasət evdə dədəm etməyə təhqir etdirdin. Nemət kimi çatdınlar xəyanətkarlara. Öyle desək, Milli Azad Hərəkatı liderlərdən biri Nemət Pənahlı. Harada oldu lider o ha? 1988-ci ildə meydanın 16'sı Nabir İttihatçı'dan bizim grup olub, 17'si görsə kimi 1 milyon yaxın insanlar yığışıb ora, Azadlıq meydanına otan miting keçirmiş. Və mitingini aparsa Ənvər Əliyev olub. Ənvər Əliyev də tarix kitablarında yalan yazır. Ənvər Əliyev dədəm yetişməyin tapşırıqlar həyata getirirdi. Mən ən böyük hörmət edilmə adamdır. Bu belə danışma mən saat sabah vermişəm. Sonra təbbələdi. Çünki gedən hadisələrin necə getdiyini
ikinci mənim görə bilən yoxdur. Kimin hara işlədiyini. Siz bilmirsiniz, Azərbaycan daxilində xaricdə nə işəm, nə açılmışam, məşğul olmuşam, erməni qovub sarması hamısının təşkilatçısı olmuşam. Mənim varım dövlətim olmaz ki. Və deyirlər, 40 milyon, nə 40 milyon? 40 milyon 90-20 yamağını sonra səhvlə məsələn 85 milyon yoxsa 95 milyon pul yığılmışdı və 1900 o pulla da kasıblara verildi, yağ saz alıb verildi hamısına Dədəm Elçi hakimiyyəti dövründə. Orada cəmi cümləsi qalmışdı 75 milyon yoxsa 65 milyon, dəqiq mən gündəliyə baxıb deyəcəm. Və 1993-cü ilin 21 iyunda Meçi çalmış səfərin qarşısına, bütün hamısı tutdular və Nazım Yolçevin'in qaynı vardı, çalmış içimizə, bu Cavid vardı, Calabatdı. Hüquq məsələsi o səfərin daxilində və kasır o idi, yəni xəzinadar. Sefin açarı ikən, sefin açarı onu dedi. İkinci mərtəbədə Dədəm Elçi bəyin vaxtı otağının onun üzvülə arxa qapı, üzvülə qapı var onun içində. Cavid Ülvəkimov'unu indi canında bayağıdan birləşər pulları oradan uğratdırdılar polislər, Nazım Yolçu ilə. Və Cavid qaçdı, indi şeydə böyük tikinti, Ülvü ilə birləşir, hamısına birləşir, böyük tikinti şirkətləri var. Yəni hansını deyim mən sizə? Azərbaycan birləşir yaşamı, ben bilmem kimdir. Ona görə ki, sizin hamısı bu zamlara qarşı və böyükdən böyük Azərbaycan onu savaşa çağırdım. Və salam, suçlamam və o cümlədən səsim gəlir, açılır. Ona görə Riyasət TV-yə deyirəm, xəbərdar edirəm. Bu evdə çörək yemişsən. Zahir qardaş, çay içmişsən. Az o ünsürləri, zibilləri çağır, Dədəm Elçi bəyi təhqir etdirdi. Başa düşdün? Sən şeyində Canandar Bayoğlu deyir ki, Pənasın, bura sənin üçün 92-93-cü illər görür, rüşvətsə. Rüşvətin başına sən geçmişsən, sən Pənasını döydürmək istəyirsən, cəhbə baş nazır, dövlət kəptəonunda baş nazır, onda sən adamları zələsindən bizim qurtba olmaz ki. O saxta bozqurtlar yatmışsınız siz orada. Sən sözüm nazir olmaq istəyirdin, Ələsəvət Siyabılın yerinə. Sən xarici məsələdə cəbələ mənim müdürüm ol, şöbə müdürüm sən Ələsəvət yerinə. Sən həmin adamlarsınız da, saxta bozqurt vəsiqələri, saxta axıcı vəsiqələri gəlib hamıya satırdınız. Hamı İsrail atlatma bazı 45-i əldə tuturdu. Cəmat gələn cəmatı döydürürdünüz, qovdururdunuz. Hüzurun İzah hakimiyyəti dəyişməsi, Şakir Abbas çağırması, deyim nə pul aldınız? Həmin pulu aldınız, dedi Pənasın Rus qadından 6 milyon dollar rüşvat alıb. Arvad qışıyordu, o arvad gelip biz zərərsizdirmişik. Gel işi görüyorsun, Riyasət TV'ye bak, gelip kimləri çağırır, çelir. Pənasın çelir. En çapkın şey özünüz olmuşsunuz, Pənasın başlarını da satırsınız. Ben son zaman Pənah bəyin, mən siyasəti bəyənmirəm və qəbul edə bilmirəm. Nəyə görə mən özümü? Amma Pənah bəyin ləkə atma, Pənah bəyə rüşvətxor demək yersizdir, rüşvətxorla yekəsiz olmuşsunuz. Cəbən bəyəsə mənə çatmaq istəmirdiniz. Fəz bəy Quliyev gəl şahiddir. Gedib gelmişik Erman Türkoğlu çatmaq lazım burada. Burada yaşayır. Niyə görə sizin silahı siz tutmuşum 50 milyon rüşvət alanda, dolları alanda. Həmin adamlarsınız da. Və nəticə çıxartdı. Tovsiyədə o rəhmətli çıxartdı. Dədəm Elçi bəy. Sən Cahandarıb cəhbəli Prinzon Axadenizi üzümdən qovdu çıxartdı həməkəli. Niyə görə? İndi sən o dövrə rüşvətxor deyirsən, rüşvətxor yekəlisənsən. Bəli, vardı. Sənin kimlər vardı? Cəhbənin daxilində vardı. Və icra hakimiyyətindən bəziləri bəli, Respublika prokuror rüşvət alırdı. Bakı şəhər prokurorları rüşvət alırdı. Ali məhkəmənin sədri rüşvət alırdı. Bunlar var idi. Yəni, bəzi icra hakimləri. Amma sən götürürsə bu günləri Azərbaycanda icra hakimiyyətinin 99% rüşvət alır. Mən Yasama icra hakimiyyəti çıxmaq şərtinə, Şərxan icra hakimiyyəti çıxmaq şərtinə, Masal icra hakimiyyəti çıxmaq şərtinə, 3 icra hakimiyyəti çıxmaq şərtinə, ondan geri qalan rüşvət oldu. Sən götürürsə, Dədəm Elçi bəy, bu yanda qırğın gedir.
Təbrizdə qırğın gedir. Aləm bir-birinə qarşı. Güney Azərbaycan haykırır. Azadlıq, istiqlal, hürriyyət. Sən burada çağırırsan, cəmaatı söydürürsən. Təhqir elətdirirsən. Bəsdir. Mən bu dənəcə dözdüm. Zara Qərboğlu. Bundan sonra gözüm yoxdur. Səni hər tərəfdə cavab verəcəm. Hər tərəfdə sözüm sənə deyəcəm. Bütün Azərbaycan birini nə xəbər olmayan, nə bütün Azərbaycan birini istəməyən adamlar çağır orada reklam etdirsən. Zahanda nə bilir bütün Azərbaycan nə deməkdir. Mən söz verirəm ki, ona söz deməyəsən. Amma onu Pənah Hüseynə deyil sözə görə. Niyə sual verirsən, bu gün gələm etsən, məzarlıqsa gelsən, getməmişsən. Sual verəcəm ona. Yalan deyəcək, gözüm şəkil çevirib, montaj edib, mən də montajyoram da bilirəm. Proqramçı bilirəm, mən proqramçı oxutamışam. Proqramçı bilirəm ki, o necə montaj edib, işte o şəkil necə montaj edib, mən onu üzə çaldıram. Azərbaycan 4 proqramçı dedi ki, sənin kimi güclü proqramçı və montajyor yoxdur. Bütün nə elə montaj elə, onun hamısını bilirsən. Gəl bir dənə Meçvənin qabirsə, gül qoy. Sən dədəm Meçvə eləməz deyəndə, yaşında bir gündə şəkəmədi, neysə? Çünki səni qovmuşdu cəhbədən. Rüşvətə görə. İndi səni aparıb Zar Qərboğlu'na 1000 manat versə, həftə bir daha səni çağırır. Yaxşı kəftənin biri səni çağırır. Hə? Bütün internet TV xəbər məni çıxmaq şərtinə, TV-nin çıxmasına ondan qalan hamısı rüşvət alırsınız. Bilməli, Laf TV alır, bilməm, ancaq ondan qalan hamısı alır. Bir də Xural TV almır. Xural TV gücünə gedir, Xural TV-nin də Əvəz bəyi türmədə zəhərlədə, xəncək etdi onun bədən, onu eləyəni Allah bəlasını versin. O hakim var ya, əli var ya, hakim, Allah onun bəlasını versin üzərində. İşte görə artıq ölür, bilmir qarşıya onu tutacaq. O damcı prokuror o gün düşəcək. Dostum və qarşıya Əvəz bəy. Sən zahir qəlb ol. Əvəz bəylə gedirdin, sən orada burada oxusu yemək yerdin. O tutanı o məhkəməsinə gəlmədin, sən. Mən bütün məhkəmələrdə şəhət etdim, 2 məhkəməni çıxamaq şərtiylə. Sən mən orada görmədin. Fikət Cəfərov orada görmədim. Tutuldu elə, bıraxıldı. Niyə? Çünki adamı var. Şu adamların adlarını bir-bir sayaram. Onu bıraxdı, tutdular, dedi, bir daha səhv eləmə. Baxmayız, qohmağa bir sən basazır, gedirsin. Və bıraxdılar. Məsələ bu. Ona görə sizdən hamınıza təşəkkür edirəm. Və yəqin ki, Zahir Qərboğlu mən deyimlə dərs çıxacaq. Çünki mənə o vaxt cavab verməsi ki, o Canandar Bayoğlu deyəndə ki, mən Elman Türk onu tanımıram. Özəm mən bayraqları mən tanım, baş bayraq tanımı. Onun ağzına vurmadı, mən canlı yayımda vurdum. Canandar Bayoğlu'dur. Ülviyə həkim qızı. Ülvi Həkimoğlu deyirlər. Dırnaq arası. Vəq deyirlər. Bütün Azərbaycanın uğurluyor. Pul uğrunda. Dollar uğrunda savaş yaparlar. Daşbaların başına olması yazıqdılar. Ayam, SSR'in dövründə 78-də Türkmenistandan, Moskvadan hamısı mən dollar yığırdım. Hamısı şikayətdir. Gətir mən meydanda həmin yerə mən bilsəm nemət kimi adamlar bana baxıb fəxrədir kimi rastı kimi heç o pulu ödəlməzsin. Milyonlar pul ödəmiş ki biz. Nə olsun? Vəziyyət budur. İndi sözləşirlər deyər ki, Elman sənəsi, Elman 92-də gəlib, 93-də gəlib. Tüy sizin vicdanınıza. Gör, nə qədər hayasız, mundar adamsınız. Nə demişdim başçısı. Buna görə, əziz millətim, sizdən hamısı böyükdən bir Azərbaycanlıdır. Təbriz, Mərən, Həmədan, Ərdəbil, Şərəfabad, Xavalan dağında, onlar da Ərq sonunda, Mazandaran, İsfahan, Xoy, Şiraz, Urmiya, Sulduz, Qaradağ, o tayı Astara, o tayı Biləsvar, Mərəb urğunda. İsfahan Səlcuqların paytaxtı olub, başkəndi olub, onun urğunda.
Kərf. Baxın bir adam. Ümumiyyət, böyükdən böyük Azərbaycan uğrunda savaşa çağırıram. İnşaat tez bir zaman ortaya keçəcək, hazır olun. Ben burada Dövlət Başçısı İlham Əliyevə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Əli Nağıyevə, Respublika Prokuroru Kamran Əliyevə, nə olursa olsun. Daxşan Nazir Vilayət Eyvaz var. Kim ağzına gəlir yazsın, mənə adət yoxdur. Güney Azərbaycana, İran adı hakimiyyətə, o ki, bəsitlərdir, nə bilir, ispahtdır, onun başında duranlara, pas rejiminə xəbərdarlar mənə lazımdır ki, mənim millətimin qan axması, yoxsa biz yerə duraq. Vəssalam. Buradan 300 min, 1 milyon Azərbaycan Türk ola gelsə, orada çevriş edəcəm, oradakən birləşəcəm. Sən alırsan, bütün İran'dan yeri ələ keçəcək. Bütün hamısı, müraciətlərimi bu birlikdə çağıram və İlham Əliyev Səmərqəzət deyir ki, mənim orada 40 milyon, 45 milyon, 46 milyon yuxarı millətimin Azərbaycan Türkü dinlə məktəb yoxdur. İnanın ki, bugün onu eləyəcək. Eləməsə sözümü deyəcəm. Hamı bilir. Təngili sözümü deyəcəm. Sağ olun, var olun. Bu ikinci. Ayrılmaq istəmir sizdən. Amma ayrıla bilmirəm. Çünki 3-4 aydır mən canlı yox idim. Ürəyim dolub, partlayır, dağılıb bu günləri. Mənə nə ağır gəlir, nə ağır gəlir. Azərbaycan bütövlüyünə xəbər yox. Öz yazını oxuya bilməyən bir adamı, Dədəm Elçiyə dərsim verdi adamı, Riyasət çağırıb, Dədəm Elçi bəyi təhqir etdirilməsi, Neymət Pənahov kimi çatqın xəyanətlərə, Candar Bayoğlu kimilərə, rüşvət xəyanətlərə, fikirləmə, Pənahov təhqir etdirmə. Özə verir, bir şəhənə var, Pənahov. Bu səhər 92-93 ildə, bə 92-93 ildə sən kim idin bə? Sən rüşvət üstəlik qoymadılar. Yəni bu məsələdir. Ona görə, Zahir Qəriboğlu, sən bu evdə çörəyimsə, o çörəyə görə sən hörmət edirəm. Uşaq idi, 13 yaşım var idi, 13-14 yaşım var idi mənim evimə gələndə, onunla bir yerdə gələndə. Mən demokrat olduğuma görə deyir ki, mən apar Müsavat Gənclər Təşkilatına qoşur, atam da olan üzvü olmaq istəyir. Amma sən demədin ki, gedək xalq səbəzisi ol. Çünki mən demokrat olmalıyım, hansı ki apardım səni, sən bəylə görüşdürüm, söhbət edəbilirsiniz. İndi bu günləri sən iblis şeytanlar çağırırsan orada, Dədəm Elçi haqqda ağzını gələn dedirtirsən. Çağır mənə sən açığını ki, kimlər var idi? O 40 milyon dördü. O 40 milyon dördü. 92 yanvardan sonra Qazaxstana paromla pulu, paraxodla pulu keçirən kimlər səni açıqlayarım. Həmin paromda mən də olmuşam. İzləmişəm onları. Pullar kimin elində saxlanır, hansı zirzəmizdə saxlanacağımızı səni açıqlayarım. O deyilən 40 milyon məsələ 40 milyon deyil, bu 40 milyondan çox öldü. İlin yanvardan sonra yığılan pullar idi, onu da sən mənim sənin rəsulunla. Niyə rəsul gəldi, burada pulları götürüb şeylədir. Sonra yerdən pul yığıldı cəhbər fonduna. Başa düşdün, niyə sən, bunu hamısı açıqlamışsın, hamısı bir-biri. Cəhbər binasını yaşamışam, mən hamısı şahid olmuşam. Çatqın xəyanətkarlar. Bir daha, Riyasət evi, elə etmək ki, nəşətin qalanda bayraq qaldırın. Əgər bir daha, Neymətə, Dədəm Elçi bəy, təhqir edərsən, and olsan, o bayrağı düz nəşətin qalanda qaldıracam sənə qarşı. Var günə çalışan, 60 günə Azərbaycan məsələsi və qəşəng bir proqram hazırlamışdım. Mən dedim, mənə çağıra, hamısı çağıra bilərsə, biz həmişə Tehran Səbirin qarşısında, Tehran Səbirin qarşısında aksiya keçim ki, görüb, heç yerdə xəbər olmayan, bir də Tehran Səbirin qarşısında aksiya keçirmək canlıları çağırırsan. Bəyəm, hər şey pul üstünə qurulur. Hayır, mən batan pulu, sən 100 dəstəkin ağırda mən pul batırmışam, ki.
Sən 100 təkin ağrında mən yardım eləmişəm Azərbaycanın. 20 yanvar hadisəsində hamısına sənə danışırsan. Mən türməsən neçə evimi, bağımı getdi əlimdən. 90-cı ildə, 91-ci il azadlığa çıxdım, onda pullar dəyişildi. Banyalardan hamısında, Moskvada, Türkündə, Özbəkistan, Qazaxıstanda, Türməsədə banyalarda mənim kazanı mənim pullarım baxdı. Sən nə danışırsan? Sən gündüz durmuşsan, kiminsə çağır, pınla çağırsa, çağır. Bir gün buyur. Ona sahip çıkan olacaq. Onda ne edəcəksən? Bir daha son xəbərdarlıq. Bir daha Nemət Pənahov kimlərə? Çatqın xənətkarlara, onun kimi xənətlər, Dədəm Elçi təhqir etdirsən. Dədəm Elçi oğlu adlandırdıqdan sonra və bir daha bütün hamısa qalacağım. Hansı telekanallar, hansı telekanallar, televizyon kanallar deyər ki, Milli Azad Hərəkatının liderən biri Nemət Pənahov fankəz laf gözüm gül olsun, Səbəyli olsun, ağam da olsun. Ola bilməz, bir dənə lider olub. Bütün Azərbaycan Milli Azad Hərəkatının, Güney Azərbaycan, Milli Azad Hərəkatının lideri bir nəfər olub. Əgər Güney Azərbaycan, Güney Azərbaycan, Güzel Azərbaycan hansı lideri bir gün özün lideri adamı söyləsə, Dədəm Elçi Bəyəsən ikinci lider olacaq. Buna da varam ki, Mirmam Dağım olacaq. Üçüncü adam olmayacaq. Başa ki, çünkü bugün Dədəm Elçi Bəy, babam Məhəmməd Əmir Aslan, Dədəm Elçi Bəyin yolun yalçısı, onun davamçısı Mirmam Dağımdır. Allah Teala Mirmam Dağımın nəvəsini rəhmət eləsin, yerin cənnət məkan eləsin və cənnətin istəyirində bərqərəsi ruhu şadxalaman olsun. Ağam sənə səbir diləyirəm. Ağam, bizim talihimiz eynidir. O, zəng gelirlər mənə, deyirlər İmam bəy, solan qızıl güllərim, ben Nərgiz günüm, o nədir yazırsan, ürəyimizi partladırsan, ağlıyıq deyirlər. Ona görə hamıdır. Bütün Azərbaycan uğrunda və bütün Azərbaycan uğrunda sabah açıb aparan Mirmam Dağımı atamıza birləşməyə çağırıram. Çünki hər il 31 dekabrda bizim yeganə partiyada Tehran sərnqasında aksiya keçirir və müraciəti verilir. Ona görə budur. Bir Zahir Qərbalı o haqda çağırıb, heç kimdən sonra aparıb çağırıb. Ancaq Cahandar, Nemət başqaları. Çağır orada Milli Azad Hərəkatının lideri. Milli Azad Hərəkatının nə lideri, nə Səqənbərdir, nə Arif Hacılıdır, nə Pənah Hüseyndir, nə ağamdır, nə də heç kim. Nemət Pənahovdur. Milli Azad Hərəkatının bir lideri və böyükdən bir adam, Milli Azad Hərəkatının böyükdən böyük bütün Azərbaycanın bir lideri vardır. Azad Hərəkatı hürriyyəti istiqlal bir lideri vardır. Orada Dədəm Elçi Bəydir. Vəssalam. O kişi 1918-ci ildə babam Məhəmməd Əmin Rəsul qurulan Azərbaycan Xalq Cümhuriyyəti bərpa edən kişidir. Hamımız onun ətərini tutdu, yerə sürdü, axırda onu xəyanət elədi. Gedir aşığıdasın, qaçığızı çalır. Dahil Məmməd orada, Allah rəhməti Milli Qvardiyanın komandiri idi. Mən aşağıdan gəldi. Aşağıda balası gəldi. Planket qaçırır. Mən deyim, yox, həm qaçır. Həm bozbaş, həm qaçırılır. Bozbaşla qaçır. Deyərdi, ölər gülmədi. Allah onu rəhmət eləsin. Sürət söyləyib ki, Orbacor onu gülləri 93-də öldürdü. Bu gün sürət söyləyib, mən Orbacor ölməmişdim. Ancaq indi deyəcəm. Ona görə Günah sürətin əlindən tutup, əlindən öpən Nemət və yaxud da plankəslər bugün ağzına gələni sayılır. Sağ olun, var olun. Və sizə birinci Allah'ın salamı, ikinci Bozqırqa salamı verəm. Allah'ımızı qorusun. Mən əhl-i aşığıyam, 12 mama aşığıyam, 14 mənsum aşığıyam. Mən o cür 124 min Peyğəmbərimizi aşığıyam. Heç kim bu bəqədə mənə dönəmez, bir də çəkirlər. Şiəlikdən də, İslamdan da, Qurandan da hər cür istifadə edən fastıqalardır. Vəssalam. Sonlar çatım inşallah. Var olun, sağ olun.